Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün aprel ayının 16-da Beynəlxalq Maliyyə Birjasında təbii ki, yenidən biz qızıldan danışırıq. Bildiyiniz kimi qızıl bugün səhər saatlarında yuxarı nümayiş etdirdi və 4838-lərə qədər yüksəldi. Erkən alışlar 4830-lardan idi və 8 dollar bir gəlir nəticələndi. İkinci alışlar ki, hələ gözləntidədir və qiymətin 4882-lər, 4930-lara qədər qalxması gözlənilir. Alternativ ssenaryoda sel əməliyyatları yalnız və yalnız 4805-lərdən gəlir. Yəni 4816-lar, 15-lər korreksiya nöqtəsidir, dönüş nöqtəsidir. Bunu nəzərə alın. Keçək biz gümüşə. Gümüşlər alışlar hazırki vəziyyətdən 89-lər, satışlar isə 8200-lərdəndir. Bitcoin'də alışlar 75, 500'lər, satışlar isə 74, 400'lərdən. Neftə gəldiksə, yəni bildiyiniz kimi Hörmüz boğazı ilə bağlı yəni problemlər hələ davam edir. Eyni zamanda Yemen də boğazı bağlamaq istəyir və bu birbaşa neftin 150 dollara, 200 dollara qalxmasını istəyirlər. Amma bu belə olsa, buna təbii ki Amerika icazə vermir, hələ ki bu belə olsa Avropa demək olar ki çökəcək. Neftə, yəni biz crude oil'dan, future spotlardan və VTI-dan danışaq. Future spotlar alışlar 98, satışlar 95, crude oil'da alışlar 93-50, satışlar 91-20, VTI-də isə alışlar 93, satışlar isə 89-80'lərdir. Euro dolar, funt dolar yerində isə ümumi istiqamət yuxarıda, alışlar funtda 1.35-9'lər, satışlar 1.35, 500'lərdir. Euro dollarda isə alışlar 1.18-200'lər, satışlar isə 17-800'lərdir. Nasdaq S&P Dow Jones DX isə ümumi istiqamətlər hələ ki yuxarıdır.